Uzun illər işğal altında qalan Ağdam yeni bir tarix yazır. Sənaye və inkişaf tarixi. Bugün iyunun 12-si ilk dəfə olaraq Azərbaycan Qazaxıstana ayaqqabı ixracına başlayır. Bu ilkə Ağdam Sənaye Parkında nail olunub. Tədbir çərçivəsində isə Qazaxıstana 5000 cüt ayaqqabı göndərilib. Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı hesab edilir. O cümlədən Qarabağın ən böyük sənaye mərkəzidir. Sahibkarlar tərəfindən bugünədək görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 650 nəfərdən çox şəxs daimi işlə təmin edilib. O cümlədən işləyənlərin çoxu Ağdam və ətraf rayonlardan olan insanlardır. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir. 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər həyata keçirilir. 13 müəssisədə layihələndirmə işləri görülür. Bu il Sənaye Parkında bir müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisə tütün məmulatlarından istehsalı ilə məşğul olacaq. 2024-cü ilin sentyabrından 2025-ci ilin 1-ci rübü daxil olmaqla Ağdam Sənaye Parkında sahibkarlar tərəfindən 85 milyon manatlı məhsul istehsalı həyata keçirilib. Təkcə bu ilin 1-ci rübündə 63 milyon manatlı məhsul istehsal edilib. İstehsal edilən məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Sənaye Parkında istehsal edilən divar kağızlarının müxtəlif təyinatlı ayaqqabıların Özbəkistana, Gürcüstana, Qazaxıstana, Birləşmiş Ərəb Əmirliklərinə, Rusiyaya ixrac edilməsi istiqamətində uğurlar əldə edilib. From Germany, from Desma Schuhmaschinen, and I'm so happy to be here. Almaniyadanam və Desma Schuhmaschinen şirkətini təmsil edirəm. İlk dəfə burada, Azərbaycanda Bafco fabrikində olmaqdan çox məmnunam. Biz sadəcə avadanlıq satışı ilə məşğul deyilik. Biz tam bir sistem təqdim edirik. Müştərimiz olan Bafconu ayaqqabı dizaynından tutmuş, uğurlu istehsala qədər bütün mərhələlərdə dəstəkləyirik. Burada belə müasir infrastrukturun və ən yüksək keyfiyyətli avadanlıqların istehsalat prosesində tətbiqini görməkdən böyük qürur duyuram. Bu həqiqətən də möhtəşəmdir. Bugün bizim üçün çox bir fəxr edici gündür ki, ilk dəfə olaraq Azərbaycandan Qazaxıstana iri miqyaslı ixracı həyata keçiririk. Gördüyünüz bu aparatdan ayaqqabılar gəlir, oradan götürürük, kənarlarını təmizləyirik, iplərini bağlayırıq, təmir eləyirik. 8 aydır burada işləyirəm, qablaşdırma və ayaqqabı təmizləmədə işləyirəm.